Əbəlfəzl ağamızın Allah o qələm olan qollarına xatir ölənimizə, qalanımıza Həzrətin şəfaətin nəsib eləsin. Bilənlər bilir, görənlər görüb, görməyənlərə də Allah Kərbəlanı nəsib eləsin inşallah. Xeymələr deyilən bir tərəfdə birinci xeyməgah Əbəlfəz ağanındır. Ardıca baxsaz görərsiniz, sonra hətta heyvanlar üçün qurulan yer, sonra digər insanlar və xanımların xeymələri düşürdü ən sonda, ən axırda. Əncə kişilər gəlirdi, ən sonda xanımların xeymələri idi. Amma Əbəlfəzl ağa özünü bütün xeymələrdən önə verməsi o mənalıdır, hikmətlidir. Yəni düşmən birdən hücum eləsə qəfil birinci Qəmər-i Bəni Haşimlə qarşılaşacaq. Bütün, hətta ailənin miniyi olan heyvanlardan da qabaq gəlib özü salıb, öz xeyməsini. Ona deyərlər, ən fəzilətli mömin odur ki, o birinci özünü doğruların qarşısında fəda eləməyə hazır.